Şəxsə görə cümlənin növləri. Əgər biz hər hansı bir qaydanı uzun müddətli şəkildə yadımızda saxlamaq istəyiriksə, onu əzbərləmək lazım deyil. Birinci növbədə onu anlamaq lazımdır və anlayandan sonra bir neçə dəfə praktiki məşq nəticəsində uzun müddətli yaddaşda saxlamaq olur. Birinci növbədə şəxsə görə cümlənin növləri anlayışına diqqət edək. Burada şəxs anlayışı bizim diqqətimizi cəlb edir. Gəlin görək şəxs nə deməkdir. Sintaksisdə bir qayda olaraq şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri dedikdə mübtədanın olub-olmaması və onun təsəvvür edilib-edilməməsi nəzərdə tutulur. Sadə cümlənin şəxsə görə növləri bunlardır: müəyyən şəxsi cümlə, qeyri-müəyyən şəxsi cümlə, ümumi şəxsi cümlə, şəxssiz cümlə və adlıq cümlə. Müəyyən şəxsi cümlə. Mübtəda və xəbəri olan cümlələr bir mənalı olaraq müəyyən şəxsi cümlələrdir. Məsələn, o müəllimini çox sevir. Sevir kim? O. O mübtədadır, deməli mübtədamız varsa bu müəyyən şəxsi cümlədir. Şagirdlər çətinlik çəkdiyi məqamları müəllimdən soruşdular. Soruşdular xəbər. Kim? Şagirdlər. Şagirdlər bizim mübtədamızdır və bunun üçün də bu müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlələrdə mübtəda buraxıla da bilir. Buraxılmış mübtədanın yerinə mən, sən, o, biz, siz şəxs əvəzliklərini artıra bilərik. Məsələn, müəllimini çox sevir. Kim? O. Bu gün bizə gələcəksən? Kim? Sən. Demək, bu cümlələrimiz müəyyən şəxsi cümlələrdir. Yalnız üçüncü şəxsin cəmində olan xəbərin mübtədası buraxılarsa, o müəyyən şəxsi cümlə olmur. Məsələn, bizi çağırdılar. Çağırdılar kim? Həm onları bərpa edə bilərik, həm oğlanlar, həm qızlar. Dəqiq deyilsə, bu qeyri-müəyyən şəxsi cümlə hesab olunur.